MMA deyəndə İlk idmanda, amma nə bilim, çətin tərəfləri hansılardır? belə yarışlara da baxıram, belə də baxıram. Elə yəni travmalı bir şey yox. Konsentrasiya. 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 Koordinasiya. Yox. Neçə dəqiqə? Qulaqlarını təmizlə ört. Sürət. Günəş, Sürət. güləş. Ya onda bir dəy. Bəs səncə valideynlər düzgün məşqçini necə seçməlidir? Mən vəhşi məşqçi eləmək haqqında düşünmürəm. Niyə? Mən o qədər yəni əsəblənməyim də deyir ki, Karyeranı neçə yaşa kimi davam etdirməyə planlayırsan? yəni üzü sulu getmək lazım. Səncə insanlar səni hansı tərəfdən səhv anlayırlar? Elə yəni deyirlər ki, elə bunlar elə ki, robot kimi o da yemək ki, başqa buna iş olmaz dedi. Bizim də ailəmiz var da, bizim də uşağımız var. Elə şey olar ki, Salam əziz Sport Talk izləyiciləri. Bu gün bizim qonağımız MMA üzrə peşəkar idmançı Elnar İbrahimovdur. Xoş gəlmisən. salam, xoş gördük. Çox sağ olun dəvət üçün minnətdaram. Xoşdur. Allah kimi əziz olsun. Elnar idmana necə başladın? Bu idmana yoxsa ümumiyyətlə idmana? Ümumiyyətcə idmana. İdmana mən rəhmətli atam 7 yaşımdan qoyub ilk öncə karate, judo, sonra 2010-cu ildə ikən mən rəhmətli atam gətirdi Federasiya Azad Əsgərovun yanına. Və ondan da burada başladım karyerimi davam etdirməyə. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. İndi sırf atan səni idmana gətirdi deyəmi məşqlərə davam edirsən, yoxsa içində sonradan bir sevgi yarandı? Yox, ya bu mənim işimdir də. Yəni mən buna hobbi kimi baxmıram. Mənim işimdir, bu mənim həyatımdır. Mənim 28 yaşım var, 7 yaşım, 21 ildir ki, bu mənimlədir də. Yəni belə başa düşürəm ki, ölənə kimi də məndən gedəcək. Bir çox idman növlərini dəyişmisən və hamısını yoxlayıb sonda MMA-da qərarlaşmısan. Yox, dəyişmirsən deyəndə ki, onda uşaq idim də. Məsələn də valideyn aparıb çıxardırdı. Amma deyərəm ki, orada özümü tapdım da. O idmanda özümü tapdım, ona görə də istəmədim dedim, qalım davam edeyim. Da şükür Allaha ki, yaxşıdır. Əziyyətimiz yerdə qalmır da. Yavaş-yavaş irəliləyirik. MMA Elnar üçün nə ifadə edir? MMA mənim həyatımdır. Dediyim kimi də, yəni mən bu şey hobbi kimi baxmıram. Bu mənim işimdir, həm gəlir yerimdir, həm ən sevdiyim işdir də. Bu idman elə bir şey ki, hörmətli işdir həqiqətən. Bu sən hamı tanıyır, hamısı hörmət eləyir. Öz dövlətin, bayrağın, millətin təmsil edirsən də. Yəni fəxri bir işdir. Ona görə də mən alternativ bilmirəm də başqa nəsə. Səncə kifayət qədər səni sevirlər? Nə bilim, bilmirəm axı. Onu gərək tamaşaçılardan danışasın. MMA deyəndə deyim ki, sərt bir idman növü formalaşır beyində. Səncə həqiqətən də belədir? Sərt idmanda, əsl kişi idmanda, amma bunun da öz qaydaları var da. Mixed martial arts, yəni qarışıq döyüş növləri. Ona görə də nə bilim, insanlardan insana fərqlənir də. Kimsinsə sərtdir, kimsinsə nə bilim, xoşa gələndir. Bu gün orta məktəbdə şagirdlər hansı idmanla məşğul olmaq istəyirsən deyəndə MMA deyirlər ki, qarşımdakı insanı rahat döyə bilim. Səncə? Çünki bu idman populyarlaşıb da artıq. Əvvəl məsələn bu qədər məşğul olan yox idi. Biz oluruq da Bakı çempionatı, Respublika çempionatı, federasiyaya görə baxırıq da. Amma indi çox doğru inkişaf edib. Uşaqlar da, gənclər də yaxşıdır, formalaşırlar. Mən deyirəm populyarlaşdığına görə, yoxsa başqa bir şeyinə görə deyil. Bu idman növünün çətin tərəfləri hansılardır? Mən sizə deyirəm ki, asan idman yoxdur. Bu idmanda niyə çətindir? Çünki məsələn boksda deyək ki, ancaq bilirsən ki, boksda əllərdən hazırlaşırsan. Kickboksda deyək ki, əl ayaqdır. Güləşdə deyək ancaq güləşməkdir. Bu idman odur ki, sən həm gərək güləşin olmalıdır. Güləşin olduğu kimi boks işləməlisən, kickboks işləməlisən, partner işləmə, fiziki işləməlisən. Qarışıq döyüşdür. Ona görə həqiqətən ağırdır. Hər tərəfə hazırlaşmalısan. Travmaları nədir? Mənim çoxdur travmalar. Dildə hamımız bilirik. Məsələn, başa zərbə dəyir, orqanlara dəyir. Yəni amma bu işin içində olan professional biri olaraq ən böyük təhlükə səncə nədir? Sən öz təcrübəndən də danışa bilərsən. Yox, onu demək istəyirəm ki, yəni belə yarışlara da baxıram, belə də baxıram. Elə yəni travmalı bir şey yoxdur. Ola bilər göz partlayır, burun nə bilim qanayır, sınır. Amma sənə deyim ki, məsələn ölümcül bir şey yoxdur. Nə bilim kimisə Yəni necə gözün, qaşın partlayır amma ölümcül heç şey yoxdur. yoxdur da. Boksda da olur da, bu kickboksda da olur da bu. Bildin nə? Adi futbol deyək ki, futbolda qasdığı yerdədir ki, futbolda nə qədər ölüm olub. Qasığı ürəyə partlayır ölür. Amma yəni bu qədər ölüm yoxdur bizim idmanda. Amma valideynlər MMA-ya daha təhlükəli idman növü kimi yanaşırlar. Təhlükə
Biz niyə? Çünki orada döyüş var da. Döyüş olduğuna görə yumruq dəyirsə, diz dəyir, qaşın partlayır, burnun qırılır buna görə. Amma yəni siz dediyiniz kimi qədər təhlükəli olmağı, yəni ölümdür. Yəni ölüm də elə bir şey yoxdur orada ki, ölüm olsun. Ölüm ən çox futbolda olur. Qaçdığı ürək partlayır ölür. Nə qədər görmüşük. Amma MMA-da görmüş kimsə ölsün. Yoxdur. Onda təhlükəsiz idmandır deyək. Yox, təhlükəsiz deməyə də, yəni də gərək özünü də qoruyasan da. Bax, Zədələrdən də. bu gün valideynlər baxırlar da və onlar öz övladlarını idmana yazdırmaq istəyirlər. Sən onlara hansı bir fikri deyə bilərsən ki, təcrübəni bölüşə bilərsən? Onlar bundan ən azından biraz rahat olsunlar. Valideyn istəyirsə yazdırır, istəmirsə də əsas uşaqdır. Birinci, uşaq nə istəyirsə valideyn ona kömək eləməlidir. Qaldı ki, yenə dediyim kimi zədələrə bu idmanda elədir ki, gərək özünü qoruyasan. Özünü qorumaqsan da əvvəl sən biləsən. İlk öncə gərək uşağı düzgün məşqçinin yanına aparasan. Uşağı kör eləməsən. İdarə etmə. İdarə etmə. Hə, sağ ol. Gücləndirmə. Nə? Gücləndirmə. Güclənmə. Yox, gücləndirmə. Güləşmə. Gücləndirmə. Gücləndirmə. Ay, sağ ol. Sonra. Ama burada. Dartma. Başa düşmədim. Dartma. Qaçmaq. Dartma. Atmaq. Yox. Dartma. Yaxşı bu mən keçək. Motivasiya. Motivasiya. Ay, sağ ol. Konsentrasiya. 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 Koordinasiya. Yox. Dəyişdik. Tər. Nə? Tər. Tər. Hə. Nəfəs. Nəfəs. Hə, malades. Fəaliyyət. Fəaliyyət. Variant. Kombinasiya. Kombinasiya. Hə, malades. Soyuma. Döymək. Soyuma. Cəzalandırma. 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 Mesela. Qulaqlarını təmizlərt. Qaçış. 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 Aha. Hə. Güc. Güc. Düc. Güc. 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 Hə. Ritim. Ritim. İm. Ritim. Ritim. Bir də de. Dəyişirəm. Hə, də. Temp. Temp. Hə. Sonra sürət. Güləş. Sürət. Sürət. Günəş. Sürət. Güləş. Ya onda bir dəy. Məşqçi. Məşqçi. Aha. Əzələ. Əzələ. Aha. Finish. Finish. Sən işdirsən, Eşitmirəm, bu gün mahnıya bax da. Allah mahnı burdadır. Bax qoymuşam. Hə. Qaldırma. Qaldırma. Qaldırmaq. Hə. Kəmər. 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 Hə. Oda. Keçdi məni. Praktika. Rekord. Rekord bitdi. Qurtardı. Keçdi məni. Neçə oldu? Çıxaldı Neçə oldu? ye. 8 gördüm, tapdım. Vurdum səni. Bəs səncə valideynlər düzgün məşqçini necə seçməlidir? Məncə axtarıb soruşmalıdırlar da. Yəni məsələn deyək mən valideynə mənim heç nədən məlumatım yoxdur. Gətirim kör-körənə hansısa bir məktəbin zalında yazış burada MMA məşq keçilir və ya da karate məşq gətirim aparım ora. Uşağı kör eləyim. O düzgün deyil də. Gərək axtarsın, araşdırsın, soruştursun ondan sonra. Bu gün məsələn məşqçilərimiz var ki, sosial mediada çox gündəmdədirlər. Və valideyn də sosial mediada baxıb gedib övladını həmin məşqçiyə təhvil verir, ona güvənir. Və sonradan görür ki, heç də elə deyilmiş. Sosial mediada həmişə düz danışmır ki, Allahda da bilir də. Ona görə deyirəm ki, yəni hər şey göründüyü kimi deyil də qıraqdan. Gərək axtarasan, araşdırasan. Ola bilər ki, bu adam heç vəbşə elə adam var ki, sosial şəbəkə işlətmir. Nə Instagram, nə TikTok var. Amma baxırsan ki, həqiqətən bu savadlı adamdır. Həqiqətən uşağı həm tərbiyə yaxşı böyüdür, həm idmanda yaxşı böyüdür. Yəni elə müəllimləri seçib axtarıb tapmaq lazımdır da. Yəni kimsə bu günləri 50 manat, 60 manata məşq keçir, uşağına çörək pulu aparır. Mən pis bir şey deyil. Amma elə eləyib də mənim uşağımı kör eləmə, o nə qədər düzgündür. Bir idmançı olaraq sən məşqçini seçəndə ən çox nəyə fikir verirsən? Dediyim kimi, ilk öncə disiplindir. Əgər müəllimin özünə baxırsan da, ola bilər ki, müəllim nəticə verməyib.
Amma yaxşı məşqçidir, alınır bunda. Ola bilər ki, yaxşı dünya Avropa çempionunda peşkar döyüşçüdür, amma yaxşı məşq verə bilmir. Çünki bizdə insan baxırsan özünə, birinci disiplindir. Əgər bu insan disiplin varsa, demək ki, tərbiyə varsa, uşaq da disiplin tərbiyəli böyüdəcək, yaxşı da döyüşçü eləyə bilər. Yaxşı idmançı olmaq üçün necə olmaq lazımdır? Dediyim kimi hər şey əziyyət. Əziyyət çəkmək. Bax, bəzi idmançılarımız var ki, çox əziyyət çəkirlər Mhm. və görürsən ki, həqiqətən də əziyyətini çəkir, amma nəticə verə bilmir. Demək onda bunda almır da, yolunu dəyişməlidir. Bəs artıq yaşı keçibsə, Yaxşı keçibsə, alternativ seçməlidir, məşqçi eləməlidir. məşqçilik eləməlidir. Və yaxud da başqa işlə məşğul olmalıdır. Dediyim kimi, yenə də yəni düzgün, smart treyninq, ağıllı məşq eləməlisən və özünün də öz potensialını görməlisən. İnsan özünü görməlidir. Özünü tanımalıdır. Bilməli ki, mən hara kimiyəm. Mən deyim ki, yox da belədir. Mən buna sonra deyim ki, mən gedib güləşdə olimpiya çempionu olacağam. Ola bilmərəm axı. Çünki mənim işim budur. Hazırda idmançı kimi fəaliyyət göstərirsən. Bəs təmiz məşqçiliyə nə vaxt keçməyi düşünürsən? Mən vəhşi məşqçi eləmək haqqında düşünmürəm. Niyə? Nə bilim. Özünü məşqçi olaraq görmürsən? Yox, bilirsiniz, mən o qədər yəni əsəbləməyim də deyir ki, uşaqları baxışa sağlam eləyim. Ona görə düzdür, böyük inşallah Allah qismət olsa alacağıq, amma ki, yəni mən olmayacağam da. Başqa tanınmış döyüşçü olacaq. Karyeranı neçə yaşa kimi davam etdirməyə planlayırsan? Mən Allah inşallah zəddən bağdan qorusun, qismət olsa 35 kimi, 35-də yəni üzü sulu getmək lazımdır, örməyə getmək lazımdır. Yoxsa qalıb pula vuruşmaq, nə bilim, nəsə eləmək, yəni biraz varaq idmançıda da qısqanclıq eləməkdir. Deyək ki, mən bu günləri hansısa bir başqa adamı keçmişəm, deyək, vuruşub qutarıb, indi bu günləri məndən danışırlar, ondan danışmırlar, o da qısqanclıq eləyir, qalır. Ki, qoy mən də vuruşum, məndən də danışsın, amma elə vuruşur, dala-dala gedir. 35 yaşına kimi elə bir arena varmı ki, deyirsən mən orada çıxış eləməliyəm? Demək olar ki, dünyanın çox belə böyük təşkilatına vuruşmuşam, amma bir dənə qalıb UFC. İnşallah Allah qismət eləsin, orada vuruşaq, elə orada da karyeramızı qutaraq. İnşallah. Bəs qarşıdan gələn elə bir yarış varmı ki, hazırda ona hazırlaşırsan? İndi Allah qoysa ayın 27-si mən uçuram Taylanda, bir aylıq orada təlim məşq toplantısı olacaq. Ondan sonra inşallah Çində vuruşacağam Pekində. Dekabrın 21-i orada. İnşallah. Allah qoysa. Bölüm yayımlananda mütləq baxacaqsan yəqin ki. Bölüm Bəli. nə vaxt olacaq ki? Dekabrın 10-u Niyə elə gec? bir həftə sonra da. Bu hələ çox varıq. Elnar, ən çox hansı döyüş sənin xarakterini dəyişdi? Mənim xarakterim vəbsə dəyişməyib. Ola bilməz də insanın karyerasında bir dönüş nöqtəsi olur. Dönüş nöqtəsi var, amma ki, yox, xasiyyətimi dəyişmib də mənim. Heç. Yox, vallahi mən nəyim sayımda. Xasiyyət dəyişir ki, vəbsə. İnsan var ki, dəyişir, Nə bilim. formalaşır. Formalaşmaq başqa şeydir, xasiyyət dəyişmək başqa şey. Səndə hansı oldu? Əlbəttə ki, formalaşırsan da. Nə bilim, başqa Hansı məqamda bunu hiss elədin? Deyir, çox gəzən, çox bilər, də çox inkişaf eləyər, elə. Çox oxumasam da, amma çox gəzmişəm. Ringdə sənə stimul verən düşüncə nədir? Stimul odur ki, qarşıma ancaq məqsəd qoyuram ki, udmaqda, yəni. Mən elə başa düşürəm ki, düzdür uduzmuşam da, amma fərqi uduzdum döşə çıxanda deyirəm ki, mən ancaq yəni burada variant yoxdur da, yəni. Təslim oldu yoxdur, ölənə kimi vuruşmaq. Bəzən olur ki, elə bir məqam, sən artıq görürsən ki, döyüş getmir. Getməsə də ki, xarakter oradan sonra başlayır. Ona görə yəni əgər sən orada fikirləşirsən ki, döyüş getmir, orada da təslim olsan, sən bu vəbsə idman başını burax. Bu işlə məşğul olma. Heç o his gəlib sənə? Əlbəttə olub. O çətindir, o trampolini keçməlisən, keçməsən variant yoxdur ki, elə sən ancaq elə deyir, da biləcək, orada da qalacaqsan. Bir MMA döyüşçüsü kimi, səncə insanlar səni hansı tərəfdən səhv anlayırlar? Nə bilim, insanlar məsələn adi oturuq hardasa fikirlə deyirlər ki, bəs get evə məşq elə. Nə bilim, deyirəm, siz xəstəsiz, Allah kimi, biz adam deyil, biz anada olmuyor, biz də otura bilərik. Dərdəsə, dincələ bilərik, də altı bazar oldu, siz adi insan, bizə nə fərqin var? Biz də çay içək, çörək yeyək, gəzək. Elə yəni deyirlər ki, elə bunlar elə ki, robot kimi da məşq, başqa buna iş olmadı dedi. Bizim də ailəmiz var da, bizim də uşağımız var. Elə şey olar ki, kimsə hardasa oturmasın. Doğrudur. Bax elə. Bəzən idmançıları robot kimi görürlər, deyə bilərik. Allah haqq elə deyirlər ki, bunlar da ringdə olmalıdır, başqa deyil. Səncə Azərbaycanda MMA hansı boşluğu doldurur və bu idmanı necə böyütmək olar? MMA biz ki, qeyri-olimpiysk idman növüdür.
Ona görə bu idmana bax deyirlər məsələn Dağıstanlılar, Çeçenlər niyə inkişaf edir? Onlara yaxşı pul buraxırlar. Məsələn, adi yaxşı professional döyüş vuruşur. Bir şey ki, onlarda necə zapravkada idmançılara pulsuzdur. Hə, bizdə də var elə adamlar. Burada hər şeydə dövlət üstə atmaq olmaz. Dövlət də eləyir bacardığın. Əsas burada məsələ nədir? Bu iş adamları ki var, biznesmenlər ki var. Deyirsən ki, bir dənə uşaqda, adi məsələn, kasıb uşaqda buna 300-500 manat maaş verilsin. Deyir, yoxdur, məsələn, işlər belədir, elədir. Amma baxırsan ki, elə lazımsa, təxliyə pul xərcləyir ki, yəni o pulun 10 qatını bir günə. Doğrudur. Amma məsələ odur, sonra deyirlər ki, bizdə niyə UFC vuruşan yoxdur və yoxsa UFC kimsə vuruşdu, UFC onluq deyil. Bu yetim gəlib çıxıb sonra da uduzubsa da nə dəxli ki də gəlib də. Ona nəsə dəstək olmaq lazımdır da. Bizə yıxıldıqlarını baltalayırlar. Uddun yaxşı oğlansan, uduzdun. Doğrudur. Hə, çox hörmətli adamsan da. Ona görə də mən valla qıraqdan deyilənlərə fikir vermirəm. Bax bu düşüncədə olan insanlara nə demək istəyirsən? Düşüncələrini dəyişsinlər. Çünki dediyim kimi bax, valla başqa mən millətlərə baxıram. Uduzanı da, yəni udandan çox hörmətlə qarşılayırlar, hörmətlə yanaşırlar. Onu mənə dəstək qoymurlar da. Yoxsa bizdə uddun, hə, yaxşı olansan, bir aydan sonra uduzursan, deyirlər ki, bu belə idi, o bilsin bəxtəbəxt utmuşdu. Onsa məşq eləmədi. Yəni, bir dənə nəsə vedrə qoşmalıdırlar da. Variant yox. Amma elə olmalı deyil, dəstək olmaq lazımdır. Həm belə, həm elə. Gəlib məsələn çatsan hansı rivinə, orada məsələsində desən ki, məsələn də sən mənə 5 manat, 3 manat maaş verməyin, mənə yəni lazım deyil ki, öz-özümü idarə edə bilirəm də. Amma elə uşaq var ki, onlara məsələn də ona lazımdır 5-3 manat. Onu eləmirlər. Çünki bunlar deyir ki, məsələn mən tanınan mənə eləsinlər, özlərinə, mənə görə özlərinə reklam edirlər. Bunu elə bu tanınsın, bu qabağa getsin, bundan alırlar reklamı. Doğrudur. Yəni belə problemlər var. Onların üstündə işləmək lazımdır. İnşallah ki, federasiya eşidər və onların üzərində işləyər. O tək federasiya deyil, federasiyanın prezidenti mənim müəllimimdir. O yetimlikdə bir şey yoxdur. Yəni ümumiyyətcə, yəni bu sponsorlardan gedir də məsələ. Doğrudur. Onda yaxşı marketinq lazımdır. Hə, 100% lazımdır. İndi onu da gərək Azad müəllim eləsin də görək. Mən heç oyun oynamağa fikrim gedib, etməli olduğum işi gecikdirmədim. Mən gecikdirmişəm. Mən heç Mən gecikdirməmişəm, ha, yox. Heç vaxt gecikdirməmsən. Yox, o oyuna görə gecikdirməmişəm də amma. Hə, başqa gecikdirməm, oyuna görə yox. Tamam. Mən heç öz xorultuma oyanmadım. Mən xoruldamıram. Xoruldan da rəhləm gedir. Okay. Mən heç çöl heyvanlarının yeməklərinin dadına baxmadım. Heç baxmamışam. Allah baxmamışam. Yaxşı. Mən heç atamdan gizlin cibindən pul götürmədim. Götürmüş. O qədər. 100%. Mən heç telefonuma zəng gəlmədiyi halda yalandan danışırmış kimi eləmədim. Həmişə biri verim çıxım gedim də. Yox, 2 də. 2. Birincini bağlamayımdı. Mən heç çox yaxın dostuma insanlar içində şiç zarafat eləmədiyə xəbərdarlıq etmədim. Eləmişəm mən də. Okay. Mən heç evdə nəyisə sındırıb qardaşım və yaxud bacımın üstünə atmadım. Mən eləməmişəm. Qardaşım yoxdur. Yalnız əslində də mən olmuşam, ona görə özümə. Okay. Onda bu sualı dəyişəm. Sən evin tək uşağı olmusan? Yox, bacım var. Bacım var. Tamam. Mən heç kirli corabımı maşınkadan çıxardıb geyinmədim. Eləməmiş, zəhləm yerləşir. Əslində olar. Yox, Allah görə mən təmizlik xoşuna adamam. Bu sübutu kimdən soruşa bilərik? Mamamdan. Mamadan. Mən heç evdə qonaq gəlirəm dedikdə yalandan evdə deyiləm demədim. Mən demişəm. Mən də demişəm. Demişəm nətər, amma evdəki evdə olub da, mən evdə olmaq istəməmişəm. Yox da sənin yanına gəlir də indi qonaq. Yox, mənim yanıma gəlsə yox elə deməmişəm. Evə gələndə demişəm, amma mənim yanıma gəlsə yox deməmişəm. Tamam, yaxşı. Onda bunu bağlayım qalsın. Bağlamalısan da, yəni. Heç Bağlayım olmasa bir açsın. dəfə deyim, bağla. Hə, yaxşı bağladım. Mən heç çəki saldığım müddətdə gizlin yemək yemədim. Yox, yeməmişəm. Bilirsən niyə? Çünki onsuz özüm əziyyət çəkirəm. Mən sən niyə də o vesalmın ki, özüm sağlam, özüm əziyyət çəkirəm. Tamam. Neçə dənədir? Hələ 6 dənə var. Mən heç məktəb dərslərimi oxumadığım üçün müəllimə axşam evdə işıqlar sönmüşdü demədim.
Demişəm, az oxumurdum da. 4-ə kimi oxumuşam. Müəllimlərin indi səni görəndə nə deyir? Deyir, fəxr eləyirsən mən. Mhm. Mən deyirəm, onda məni döyürdülər amma. Oxumuyanda da döyürdülər. Tamam. Mən heç birini stoklayarkən, Nə deyirsən? stoklayarkən. Stok nədir? Bizim də gömləliydin, stok nədir? Hansısa bir şəxsin səhifəsinə baxarkən Hə, elə səhvən dedim. like eləmədim. Yox, səhvən like eləmişəm. Amma daha qaytarmışam da. Niyə? Elə Allah. Sən bilirsən də yenə də bildiriş gedir. Hə də, amma qaytaranda bilinir ki. O da bilinir də, yəni bildiriş düşürdü ora. Geri götürə bilinmir. Düşür bildiriş. Yox, bilinmir. Demək eləmisən. Elə əlim dəyib eləmişəm, sonra qaytarmışam dolada. Ya, əllərimi qaldırıblar. Tamam. Mən heç yatmazdan əvvəl biraz telefonla oynayım deyib səhər azanına qədər oyaq qalmadım. Olmuşam. Mən qalmamışam. Mən heç atamın adından istifadə edib mağazindən enerji keçişkisi almadım. Olmaz. Tamam, bitti suallar. Neçə var mağa? Sən uzdun. Mən uzdum, Məndə 7 dənə. 4 qalır. Məndə 3 qalır. Bəli. Hə, olsun, yaxşı. Tamam. 1-1 oldu da. Bunun nəticəsi olaraq bizə bir dənə etiraf eləməlisən. Nə etiraf edeyim? Heç kimin bilmədiyi bir şey. Ailələr və talelər. Bax, Qoyuyorum. Nə var, heç bilmirəm axı. o etirafı bu gün eləməlisən. Nə eləyim, nə barədə də heç bilmirəm. Özün barədə. Özüm barədə nə etiraf edeyim ki? Nə bilim. Bilmirəm axı heç. Ola bilməz, yox, nəsə tapmalısan. Özüm nə tapım ki? Nə deyim ki? Cəzanı dəyişək. Dəyişdim, nəsə bir şeylə görək. Mən dəyişim, özün dəyiş. Yox, sən dəyiş də. Mən dəyişim. Nəyə verəcəz? Deyiş baqa zəmlər bax. Cəzası nə olsun? Nə bilim. Bilməm, cəzanı özün seç. Cəza verməsə də olmaz. Yox. Niyə? Bayaq da sən udun, onda sən də gəl cəza alırsın. Yox, o oyun elə belə idi. Nətər olur? Bunda var cəza. Mən odanda elə belə olur, sən odanda cəza olur. Yox, sırf bunda cəza var. Yox, elə şey olur ki, mən odanda olur, cəza olmur. Yaxşı, onda çəkiliş bitən kimi bir dənə story çəkirsən və hamıya deyirsən ki, keçib YouTube kanalımızı Ha, izləsinlər. olar, problem yoxdur. Və paylaşırsan, mən də deyirsən. paylaşırsan. Danışarıq, qoyarım, problem yox. Yaxşı. Все, razısın? Hamı qarnıdır. Okey. Okey. Bu da Allah xeyir bitdiyinə versin. görə. Enar, bu gün gənc idmançılarımıza nə demək istəyirsən? Gənc zamanımıza onu demək istəyirəm ki, valla disiplinli olsunlar. Vaxtında yatıb, vaxtında öz yeməyinə fikir versinlər. Avarçılıqdan, küçə həyatına uzaq olsunlar. Yəni küçə həyatı heç kimə xeyir vermir. Olur ki, olan bir yaş dövrü var ki, gəlirsən düşürsən. Mən özüm olmuşam, ona görə istəmirəm ki, onlar düşsün o küçəyə. Həmin o birini, ikini, üçünü itirsinlər. Yəni boş-boş, ay o dostdur, bu qardaşdır, bu nədir, bu yaxşı oğlandır, budur, belə şeylərə inanmasınlar. Ancaq məşqində, işində, gücündə, evində olsunlar. İnsanın birinci ailəsi, sonra məşqi. Sonra da hə olur bir iş, 3 dənə, 2 dənə saf təmiz dostuna bəs eləyir. Qalan boş şeydə hamısı gəldi gedərdi. Doğrudur. Vallahi. Gəldiyin üçün təşəkkür edirəm. Minnətdaram. Mənim üçün maraqlı bölüm oldu. Mənim üçün də maraqlıdır. Etiraf eləməsəm belə. Amma maraqlı. Etiraf elədin də, amma sən elədin. Mən elədim. Çox Çox sağ ol. maraqlı idi. Bəli. Hə, üstü. Təbii ki. Hə. Çox sağ olun. İnşallah sağ olun. növbəti buraxılışlarda Gələcəm. görüşəndə. Növbəti var gələcəm. Sən gələcəksən. Sən gələcəm. Sən təmizlərt. Çıxal. Eşidir. Yox, qulaqlarını təmizlərt. Örtdüm yaxşı. Çıxalçılıq eləmə də. Örtdüm də. Mən də çıxalamıyorum. Neyim qulaq sınıq da, mən neyim qaqa? Eşidir axı. Olmur Hə, axı. olur, olur. Olmur, qırılacaq. Yox, Kulağım da qırılır da mən Yanlarına, neyim? yanlarına. Hə. Belə deyil qıqşı bunlar. Hakim şeydi. Sö. Aslında örtdü nə qulağımı? Okey. Aha, bəli, çıxalçılıq eləyir. Hə, üstə də eyni şey. Bax bunu da beyləsən belə olur da. Olur, olur. Sö. Hər şey yaxşıdır. Çıxalsın. Hazır. Hı. Eşidirsən məni? Hə. Yaxşı da eləmirəm yaxşı. Yetdi. Tamam, getdik. Tər, Bilmirəm. tər.
Allah eşitmirəm Tamam, səni. dəyişirəm. Hə, dəy. Güc. Güc. Duş, Güc. türk, Güc. eşitmə, türk. Demdi. Bu çox kod vermişsən, amma eşitmirəm səni. Hə. Dodağı da belə deyir, dilin altında deyir, onu da eşitmirəm. İdmanla bağlı sözlərdir hamısı. Bir də dodağın altında demə, deyir onu. Ben nedir diyeyim? Yani tema məndə deyim, mən vəbşi danışa bilmirəm. Mən indi əlavə edəcəm. Tamam. Səs gəlir. Gəl birinci sən elə sonra mən edeyim. Yaxşı. Abi, interes şeyler tam. Allah kimi, mən bunları nətə şeyliyim. Bu sən bunun sözlərinə bax, hamısını. Hə. Mən də heç bilmirəm. So, oxuyurum onu. Çeviklik. Üzgüçülük. Çeviklik. Çeviklik. Hə, sağ ol. Yüklənmə. Nə? Yüklənmə. Yüklənmə. Hə. Mahnı dayanıb. Hə. Dayanıb onda nədir? Mahnı dayanıb. Nə? Mahnı. Başa çıx- Mahnı dayanıb. Hə, var. Hanı var baxın. Ay, yox da, biz kodunu almışsan deyə sonunda yoxsa. Məndə yoxdur, səndədir xoş. Hə, buradan almışam da kodunu ona görə. Hə, onu yeşdirir. Təzədən sıfırladıq. Başla. 1, 2, 3, Stop. Stop. Nəsrəsini tapdın? Bilmirəm. O aynı yaxşı. Mamadır. Keçən dəfədən yaxşı. Sən də denən Verilişi biraz da belə davam edəsən. Lal dilim başlayır. hə, Kesmə. sənin təcrübən vardı onda. Hazır. Qulaqlarını ört, xahiş edirəm. Lap basdan da qoymuşam, amma heç eşidilmir. Da, indi Hə, hamısını. Tamam. Eşidirəm qaqa, heç də eşitmirəm, narahat olma. Oradan görürəm, amma heç də eşitmirəm. Allah heç eşitmirəm, narahat olma. Başlayaq. Amma asan suallar ver də. Yaxşı. Hə.